3 ildən çox döyüldük, təhqir olunduq, söyüldük. Erkən evliliyin qurbanı olan qızları qəbul elədik, qovum-əqraba hücum çəkdi, şillə təpikdə oldu, hər şeydə oldu. Rayonlarda nə qədər toyların qarşısı alındı, çünki bizə verilirdi məlumat, bizim aktivliyimizi görürdülər və cəmiyyət bu istiqamətdə adım anonim qalsın, filan yerdə toy var deyirdi, biz də polisə məlumat verdik. Elə olurdu ki, bir kənddən 11-12 toyun qarşısı alınır deyə bir ayda. Yəni, elə bir vüsət aldı ki, biz bunu həqiqətən də artıq cəmiyyətə çatdırmanın başqa bir variantını tapdıq. Bu da tamaşa idi, teatr tamaşası. Cehiz sandığı tamaşası ilə demək olar ki, bütün dövlət qurumlarından dəvət elədik. Əslində tamaşa cəmiyyətə bir şillə idi. Aktyorlar kimlər idi? Hamısı öz uşaqlarımız idi. Elələri var idi ki, özlərini oynadılar. Elələri var idi ki, bacılarını oynadılar, analarını oynadılar. Və cehiz sandığı tamaşası çox böyük bir səs-küyə səbəb oldu. Biz sandıq simvolik olaraq cehiz yığmaq üçün bir qutudur da, bu cür görmüşük. Və biz onun içinə başladıq uşaqların mesajlarını qoymağa. Ki, mən oxumaq istəyirəm. Mənim təhsilimi yarımçıq qoyma. Məni bədbaxt eləmə. Mən sevmədiyim insana vermə. Mənim uğurlarım sənin uğurlarındır. Və bu sandıqlar, düzəltdiyimiz sandıqların hamısını həmin o dövlət qurumlarının nümayəndələrinə, millət vəkillərinə verdik.